Pablo Vazquez gözləyir. Baş hakim Sarptini səsləndirdi. Qardaşma başlayır. Hər iki tərəfə uğurlar arzuluyuruq. Hər iki komanda çəkinmədən hücumlar qururlar. Bu da başa düşüləndir. Luis Paçu. Paçu yerdə qalıb. Diqqətlər maçın baş hakim İnqilab Məmmədova davam deyir. Penalti yoxdur. Həmlə davam edəcək. Rati. Burada zərbə indirən tapılacaqmı? Yoxsa ona qədər Sumqayıt futbolçular mübarizə apardılar ama ardından qayda pozuldu. Bu isə bax, bu epizodda Paçu etiraz elədi hakimi penaltiyə dair. Çəkib saxlayırdı Alan Dias, amma buna görə penalti verilirmi? Aha, İnqilab Məmmədov özü gedir monitora. Hər şeyə başdan baxacaq. Alan Dias burada formadan çəkirdi. Bu öz yerində. Amma harada çəkməyə başladı. Bu da məsələnin digər tərəfidir. Baxaq. Artıq cərimə meydanına daxil olduğu anda çəkdi və ikinci cəhdində Luis Paçunu yerə sərdi. İndi isə qaydaq hücumun başlanğıc fazasına, ötürmə anına. İnqilab Məmmədov. Qərar penaltidir. Bax, bu da həmin görüntü. Rafseni yaxınlaşır topa. Zərbəsi və gol! Oyunun 11-ci dəqiqəsində Kəpəz Sumqayıtın oyunda hesabı açır. Rafseni adını tabloya yazdırır. Kəpəz qapçını bir tərəfə, topu isə digər tərəfə yollayır Rafseni. Erkən gol. Yağışda hava, bulutlu havada gol da gəldi Tovuşəhər stadionunda. Rafseni'dən ötürmə irəliyə, yerli ötürmə dəqiq alındı. Camal Cəfərov çevrildi, o da Paçun oynayır. Yerdən dəstək Rafun zərbəsi top qapının üstündə meydanı tərk eləyir. Geri ötürmə. Ablazadə, Səbuhi, zərbə indirmədə sağına çevirdi. Rövlandan zərbə qapçının qurtarışına fikir verin burada. Rogerio Santos imkan vermədi. Kəsərli hücumu izlədi. Bax burada Rövlan Muradov uzaq altılığı nişan aldı. Rogerio Santos buraxmadı. Stadionunda tribunlarımızın ən gözəl şuarı və qapıya zərbə uğursuz alınar. Ölməz, vətən bölünməz. Baxır zərbəyə. Təhlükəli idi. Ötürmə keçdi. Karaşvili orada bir toxunuşda ötürmə vermək istədi. Alınmadı. Top yenə Sumqayıtda. Ötürmə qapı qarşısına. Ayxan Süleymanlı. Ayxan zərbəsi. Ayxan Süleymanlı. Köks ötürür. Bax, bu epizodda Sumqayıt azarkeşləri bu cür boşluq oyun ərzində kim bir də yaxalasın Sumqayıt tərəfi, amma Ayxan elə düşən fürsəti dəyərləndirə bilmədi. Xatşayev idi bu. Ötürmə irəliyə. Bobir Abdülxalikov. Bobir! O da dəqiq zərbə indirə bilmədi. Ondan da yumuşaq zərbə gördük. Az öncə TP'dəki epizodda Ayxan Süleymanlı nəyə qaçırtdısa, indi də Bobir. Ötürmə də vermədi orada komanda yoldaşına, özü də zərbəsi çox zəif alındı. Rokiya da fikir verin orada. Əllərini açıb top istəyirdi komanda yoldaşında. Görməzdən gəldi və yaxud da görmədi. Zərbəsi də şara gəldi. Ötürmə. Qapı qarşısına. Rokiya atan öncə Rauf top uzaqlaşdırır. Qaydan top. Karaşvili. Top qapını. Vazquez'dən ötürmə. Qapı önünə. Xıbarq uzaqlaşdırır. Karaşvili. Qapçı. Daha bir can. Yenə də Santos. Rogerio Santos. Kəpəzin qapısı. O nə qurtarışlar idi elə. Bu epizod. Ardından ikinci zərbə. Heç birini buraxmadı. Rogerio Santos. Hətta ikinci zərbə anında zədələnir də.
Divar oldu, siper oldu, bırakmadı. Luis Palço 8 dəqiqə. 8 dəqiqə artırıldı ikincisiyə. Meydanda mübarizə ilə çox davam edəcək. Zərbə Mehdi Cənnətov. Nimmeli sola çevirir. Ronaldo Vazquez. Ronaldo'dan qapı önünə. Başı zərbə. Top qapıdan. Keçmədi. Mən də bir anlıq tərəddüd elədim. Baxırıq bir daha. Roki Hat. Top toru çöldən silkəlir. Ham bir əldədir. Mehdi Cənnətov. Ötürmə gəldi. Qapı qarşısına. Keçmədi başla zərbə. Mehdi Cənnətovun topu yüksəlmişdi. Daha bir cət. Daha bir ötürmə olacaq mı? Ötürmə gəldi. Yenə də uzaqlaşdırır burada Kəbəz futbolçuları. Qaydan top. Xaçayev. Zərbə. Zərbə. Rogerio Santos. Rogerio Santos. Portuqaliyalı kiper. Nəyi çıxartdı? Nəyi saxladı? Necə seyv idi bu? Baxın. Kihadil zərbə endirə. Santos gördü orada. Önü bağlı olsa da Donnarumma kimi gördü. Zərbənin gəldiyi nöqtəni Rogerio Santos idi. Kəpəz 1-0 Sumqayıtı məğlub edildi. Arasına ulaşıdan.